yandırıldıktan sonra onun yanında kadını da yandırılırdı. Qadının evlilikdə razılığı nə dərəcədə önəmlidir? Ve mesela bu da İslam dininin kadına verdiği bir değerdir. Esselamu Aleyküm və Rahmetullah, əziz izləyicilər. Hər vaxtınız xeyir. Mədinə Saatı verilişi ilə yenidən ekranlarınızın qonağıyıq. Bugünkü mövzumuz qadının İslamda, cəmiyyətdə önəmi və dəyəri haqqında olacaq. Bugünkü qonağımız isə Mədinə İslam Universitetinin Dəvət və İslam Mədəniyyəti üzrə doktorantı Nail Paşayevdir. Xoş gəlmisiniz Nail müəllim. Teşekkür ederim. Hoş gününüz olsun. Sağ olun. Nail müəllim, bugünkü danışacağımız mövzu cəmiyyət arasında hal-hazırda aktual mövzudur. Danışmağımızın önəmli olduğu mövzulardandır. Evet. Birinci sualım da odur ki, İslamda qadının dəyəri və mövqeyi necə təyin olunur? Bismillah, elhamdülillah, ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Əmmə bəd. İlk öncə qeyd eləmək lazımdır ki, Uca Allah insanları kişi və qadın olmaq üzrə cüt xəlq etmişdir. Və Allah-u Teala insanları xəlq etdiyi kimi onları şərəfləndirmiş və həmçinin mükəlləf etmişdir. İslam dinində də qadın və kişi arasında bu məsələdə heç bir ayrılıq və fərq yoxdur. Yəni belə ki, biz elə məhz Quran-ı Kərimə nəzər yetirdiyimiz zaman orada bir ayə var. Allah-u Teala Hucurat surəsində buyurur ki: "İnne akramakum indallahi atqakum." Allah qatında ən hörmətliniz, ən üstününüz, Allahdan ən çox qorxanınız, təqvalı olanınızdır. Məhz bu ayət-i kərimdə də Allah-u Teala kişi və qadın arasında heç bir fərq qoymadan, qadınların və kişilərin arasında heç bir fərq qoymadan Allah qatında ən hörmətlinin Allahdan ən çox qorxanı olduğunu vurğulamışdır. Və məhz bu səbəbdən də fərqi yoxdur. Yəni istər kişi olsun, istərsə də qadın olsun, qadının yəni Allah qatında olan dəyəri və həmçinin yeri, məkanı onun cinsiyyəti ilə deyil, əməlləri ilə, mənəviyyatı ilə, Allah qorxusu ilə və təqvası ilə ölçülür. Cinsiyyəti ilə deyil. Və məhz də bu da İslam dininin qadına verdiyi bir dəyərdir. Və həmçinin İslam dinində qadınların xüsusi bir məkanı vardır. Yəni qadınlar ana, bacı, qız övladı, xala, bibi və s. olmaqla kateqoriyalara ayrılır. Və hər birinin də İslam dinində xüsusi bir yeri və məkanı vardır. Yəni ananın xüsusi bir yeri var, qız övladının xüsusi yeri var, xalanın xüsusi yeri var və s. Və hər biri haqqında da Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədisləri vardı olmuşdur ki, və bu haqda da irəlidə danışacağıq inşallah. Quran-ı Kərim qadın haqqında hansı əsas mesajları verir? Allah Rəsulu sallallahu aleyhi və səlləm qadınlarla münasibətdə bizə necə nümunədir? Bəli, həqiqətən Quran-ı Kərimdə də qadınlar haqqında kifayət qədər ayələr mövcuddur və Allah-u Teala eləməz Nisə surəsini qadınlar haqqında nazil etmişdir. Yəni biz bilirik Quran-ı Kərimdə 114 surə var və Nisə surəsi də tərcümədə qadınlar deməkdir. Və bu da onu göstərir ki, yəni Allah-u Teala qadınlara xüsusi bir yer ayırmışdır öz kitabında. Və Nisə surəsi də Quran-ı Kərimdə ayələrinin sayına və səhifələrinin sayına uyğun olaraq Quran-ı Kərimdə olan ən böyük surələrdən biridir. Və həmçinin Məryəm surəsi də qadın adı ilə bağlıdır. İsa Peyğəmbərin Allahın salavatı və salamı olsun bildiyimiz kimi anasıdır. Və Allah-u Teala ona xüsusi yer ayırmış və Quran-ı Kərimdə Quran sıralaması ilə 19-cu surə məhz Məryəm surəsi adlanır. Məryəm surəsində də məhz Məryəmin qissəsindən danışılır. Və Nisə surəsində də eyni zamanda qadınların hüquqları, onların yeri və həmçinin mülkiyyəti haqqında, yəni əri dünyasını dəyişdikdən sonra onların miras məsələləri və s. və həmçinin qadınlar və kişilər arasında olan münasibətlər, istər evlilik məsələsi olsun və həmçinin boşanma məsələsi olsun və s. Bunlar hamısı Nisə surəsində bəhs edilmiş və onların statusu Allah-u Teala tərəfindən bəyan edilmişdir. İstərdim burada bir əlavə eləyim. Quranda Həcər anamızın da qissəsi qeyd olunur. Və bir baxımdan Məryəm anamızın, Həcər anamızın qissələri bizə, insanlara, müsəlmanlara böyük örnəkdir.
Hətta Evet. kişilərə belə Allaha güvənmək, Allaha təvəkkül etmək, Allaha inanmaq baxımından çox böyük nəsihətdir. Və həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədislərinə baxdığımız zaman da həqiqətən Allah Rəsulu sallallahu aleyhi və səlləmin sünnəsində qadınlar haqqında kifayət qədər çoxlu hədislər vardır. Və həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin xanımları öz zövcələri ilə olan münasibətində bizlər üçün böyük bir örnək vardır. Və qadınlarla olan münasibəti əgər biz öyrənmək istəyiriksə, Allah Rəsulu sallallahu aleyhi və səlləmin həyatına baxsaq, bizlər üçün kifayətdir. Yəni, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm istər öz zövcələri ilə, istər qız övladları ilə, istərsə də digər qadınlarla münasibəti, davranışları necə olmuşdur? Necə ki, uca Allah eləməz, Quran-ı Kərimdə buyurur ki, İnnəkə lə'alə xuluqin azim. Həqiqətən sən yüksək əxlaq üzərindəsən. Və Allah Rəsulu sallallahu aleyhi və səlləm hər bir məsələdə olduğu kimi, bu məsələdə də böyük bir əxlaq üzərində idi. Və Allah Rəsulu sallallahu aleyhi və səlləm bizlər üçün böyük bir örnəkdir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz, yəni ilk həyat yoldaşı olan Xədicə anamız. Və bilirik, Xədicə anamız, Allah ona razı olsun. Xədicə anamız Allah Rəsulu sallallahu aleyhi və səlləmlə İslamdan öncə, yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə peyğəmbərlik verilmədən öncə ailə həyatı qurmuşdu. Və İslamdan öncə də onların ailə münasibətləri gözəl idi. Və İslamdan sonra da daha da gözəlləşdi. Hamımıza məlum olan qissədir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə peyğəmbərlik verildiyi zaman bu Hira mağarasında baş verir. Necə ki bilirsiniz, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm artıq orada ilk vəhiy nazil olur və Cəbrail əleyhissalam ona nazil olur və Alaq surəsinin ilk ayələri nazil edir və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həqiqətən də bu mənzərədən çox qorxur. Yəni ilk dəfə idi ki, o qeyri-insan, qeyri-bəşərlə üz-üzə gəldi. Bəli. Xədicə anamız Peyğəmbərimiz sallallahu aleyhi və səlləm təsəlli verdi. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yanında oldu. Və İslamda ilk qəbul edən məhz Xədicə anamız oldu. Yəni baxın. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm tək qoymadı. Baxmayaraq ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə peyğəmbərlik verildiyi zaman Qureyş qəbiləsinin əksəriyyəti və hətta ağsaqqalları onu inkar etdi, onu qəbul etmədi, sıxışdırdılar və həmçinin öz diyarından qovaladılar, öldürməyə qalxdılar. Lakin Xədicə anamız Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin daim yanında oldu. Və məhz buna görə də Cəbrail əleyhissalam sonra Allah Rəsulu sallallahu aleyhi və səlləmin yanına gəldiyi zaman nə deyir Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə? Deyir ki, Xədicəyə salam de. Düşünün, subhanallah. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə Cəbrail əleyhissalam ona deyir ki, Xədicəyə salam de və həmçinin onun cənnətdə məkanı ilə, yəni evi olduğunu müjdələ. Və bu da qadına olan dəyərdir. Xədicə anamızın Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yanında olması və nəticə etibarilə Allah-u Teala onu izzətləndirdi, şərəfləndirdi. Həm bu dünyada, həm də axirətdə. Və həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin digər zövcələrindən Ayşə anamız, Allah ona razı olsun. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən soruşulduğu zaman ki, Allahın Rəsulü, ən sevdiyin insan kimdir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm heç bir tərəddüdsüz deyir ki, Ayşə. Və soruşurlar ki, bəs kişilərdən deyir ki, onun atası, yəni Əbu Bakır, Allah ona razı olsun. Və baxın, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm heç bir tərəddüdsüz birbaşa ən sevdiyi insanın Ayşə anamız olduğunu bəyan edir. Və məhz budur, müsəlman kişinin öz həyat yoldaşına, müsəlman həyat yoldaşına verdiyi dəyər. Yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hətta sevgisini ona bəyan edir. Və həmçinin münasibətdə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm heç vaxt öz həyat yoldaşlarına əl qaldırmamış, onların üzərinə bağırmamış, səsini qaldırmamış. Düzdür, yəni əsəbləşdiyi zaman necə ki onun xanımları deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin əsəbləşməsini onun üzündən biz hiss eləyərdik. Lakin qəti şəkildə Allah Rəsulü sallallahu aleyhi və səlləm onlarla kobud davranmamışdır. Və həmçinin Quran-ı Kərimdə elə Nisa surəsində Allah-u Teala buyurur ki, وَعَاشِرُهُنَّ بِالْمَعْرُفِ Qadınlarınız da, xanımlarınız da gözəl davranın. Və necə ki dedik ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm elə həyatı məhz Quran üzərində qurulmuşdu. Və bu ayə əsasən də Allah Rəsulü sallallahu aleyhi və səlləm də qadınları ilə ən gözəl davrananlardan biridir. Və həmçinin ananın yeri. Və ananın yeri də böyükdür. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən soruşurlar. Sahabələrdən biri gəlir, deyir ki, ey Allahın Rəsulü, ən çox kimə yaxşılıq edeyim? Deyir ki, anana.
Və soruşur ki, sonra kimə deyir? Anana. Üçüncü dəfə yenə soruşanda deyir anana və dördüncü dəfə də isə deyir ki, atana. Və baxın, hansı ki, qeyri-İslam cəmiyyətləri iddia edir ki, İslam dinində qadınlara yer verilmir. İstər bu qadın ana olsun, qız övladı olsun və yaxud da həyat yoldaşı olsun. Lakin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm burada ilk öncə, atadan öncə, yəni kişi cinsindən öncə qadın cinsini önə verir və 3 dəfə anaya daha yaxşı baxmağı, onun qulluğunda durmağı əmr eləyir. Və həmçinin qız övladı haqqında Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə deyir? Kimin 3 qız övladı olarsa və onun tərbiyəsi ilə məşğul olarsa, yəni onu böyüdərsə, onun yeri cənnətdir. Və başqa bir rəvayət isə 2 qız övladı olaraq da bu rəvayət olunmuşdur. Və bu da nəyi göstərir? Yəni, İslam dinində qadınların mövqeyi, dəyəri olduqca yüksəkdir. Təsəvvür edin, xala haqqında da xüsusi bir hədis vardır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, xala ana əvəzidir. Yəni, xalaya etdiyin yaxşılıq sanki anaya etdiyin yaxşılıq kimi hesab edilir. Və bunların hamısı da bizlər üçün böyük bir nümunədir, örnəkdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin məhz bu hədisləri də onu göstərir ki, qadınlar heç də İslam dinində dəyərsiz deyil. Əksinə, qadının İslam dinində dəyəri ölçülməz dərəcədə böyükdür. Nail müəllim, İslamdan əvvəl və İslamdan sonra qadının cəmiyyətdəki statusunda nə kimi dəyişikliklər oldu? Cahiliyyət dönəmində qadınların həyatına baxdığımız zaman görürük ki, qadınların heç bir cəmiyyətdə rolu, xüsusi statusu və yaxud da ki, dəyəri yox idi. İslam dini gəldikdən sonra qadınlara xüsusi bir dəyər verdi. Onların cəmiyyətdə rolunu bəlli etdi. Onların haqlarını müəyyənləşdirdi. Lakin ərəb cəmiyyətində həmin bu İslamdan öncəki dönəmi də cahiliyyət dönəmi deyilir. Qadınların heç bir hüququ yox idi. Yəni, kişilər qadınları ilə xidmətçi kimi, qul kimi rəftar edirdilər. Və qadınlar əri dünyasını dəyişdiyi zaman heç bir mülkiyyət sahibi deyildi. Yəni, miras sahibi deyildilər. Lakin İslam dini gəldikdən sonra qadınlara, əri öldükdən sonra onlara da xüsusi bir mülkiyyət hüququ verildi. Yəni, belə ki, qadına da miras qalırdı. Və həmçinin qadınlar cahiliyyət cəmiyyətində bəyənilmirdi. Qız övladları dünyaya gəldiyi zaman onlar qız uşaqlarını özlərinə ar olaraq qəbul edirdilər. Və ataları onları diri-diri torpağa bastırırdılar. Yəni, düşünün, qız uşağı dünyaya gəlir və məhz onun heç bir günahı olmadan, məhz qız uşağı olduğuna görə onu diri-diri torpağa bastırırdılar. Lakin İslam dini gəldikdən sonra bu şeyi qadağan etdi. Tək bu ərəb cəmiyyətində deyil, digər cəmiyyətlərdə də belə idi və indinin özündə də hətta. Və bəzən belə başa düşülür ki, bu məhz ərəb cəmiyyətində belədir. Lakin həqiqətdə isə belə deyil. Yəni, biz digər dinlərə baxdığımız zaman, cəmiyyətlərə baxdığımız zaman, onların hətta kitablarını oxuduğumuz zaman görürük ki, onlarda da qadının dəyəri yoxdur. Məsəl üçün, xristian dinində qadın şeytana bənzədilir. Yəni, bu onların öz müqəddəs kitablarında var. Belə iddia edirlər ki, Adəm Peyğəmbərin, Allahın salamı onun üzərinə olsun, zövcəsi Həvva şeytanla birlikdə Adəmin və eyni zamanda özünün cənnətdən qovulmasına səbəb olur. Və məhz buna görə də onlar qadınları şeytana bənzədirlər. Eyni zamanda İudaizm dinində, hansı ki bu bilirsiniz Hindistanda və digər bütpərəst ölkələrdə yayılıb bu din və onlarda dəfn prosesi də normal dəfn prosesindən fərqli olaraq, yəni torpağa tapşırılmaq formasında deyil, öldükdən sonra yandırılır. Və kişi yandırıldıqdan sonra onun yanında qadını da yandırılırdı. Çünki artıq kişi öldükdən sonra qadının heç bir rolu qalmırdı, dəyəri qalmırdı. Düşünün. Lakin əksinə isə İslam dinində kişi öldükdən sonra kişinin mülkiyyətindən qadına da pay ayrılır. Və həmçinin Yəhudilikdə də qadınlar adət dönəmində onlara toxunulmur. Yəni onlara toxunmaq qəti şəkildə qadağandır. Çünki onlar nəcis hesab olunur. Lakin İslamda isə belə deyil. Adət dönəmində qadına toxunmaq olar. Yəni onunla birlikdə yemək, içmək və s. Yəni şəriət bunu bizlərə, yəni İslam şəriəti qadağan etmir.
Və bu da İslam şəriətinin, İslam dininin qadına verdiyi dəyərdir. Nail müəllim, cəmiyyətdə belə bir fikir var ki, İslam dini və yaxud da müsəlmanlar qadınların təhsil almasına qarşıdır. İslam dinində qadının təhsil almaq haqqı varmı? İslam dinində qadınlara təhsil hüququ tam şəkildə verilir və heç də bu məhdudiyyət yoxdur. Və bu da geniş yayılmış bir şübhələrdən biridir ki, güya İslam dinində qadınların təhsil hüququ məhdudlaşdırılır. Lakin tam əksinə İslam dini elm hardadırsa, yəni doğru elm hardadırsa, onun yanındadır. Və İslam dinində elmə rəğbətləndirmək tək kişilərə aid deyil, eyni zamanda qadınlara da aiddir. Və buna ən böyük elə misallardan biri də Ayşə anamızdır. Baxsaq görərik ki, bizlərə İslam şəriətini, İslam elmini çatdıran sahabələrdən biri də məhz Ayşə anamız olmuşdur. Yəni xüsusən də şəri əhkamlarla bağlı, təharətlə bağlı, namazla bağlı, dəstəmazla bağlı və sair hökmlərin əksəriyyəti məhz bizə Ayşə anamız tərəfindən nəql edilmişdir. Misal üçün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədislərin birində buyurur ki, "Talabul ilm vacibun ala kulli muslimin." Elm tələb etmək hər bir müsəlmanın üzərinə vacibdir. Və burada da heç bir fərq yoxdur. İstər kişi olsun, istər qadın olsun. Və məhz bu tərəfdən də İslam dini maariflənməyi, elm tələb etməyi tək kişilərə deyil, eyni zamanda qadınlara da əmr etmişdir. Və buna da misallar həddən artıq çoxdur. İstərdim ki, qadının evlilikdə olan haqları haqqında biraz müzakirə eləyək. Evet. Hamımızın bildiyi kimi, bəzən qardaşın, bəzən atanın, bəzən dayı və yaxud da əminin məcburiyyəti ilə bir qadın istəmədiyi biri ilə evlənməyə məcbur olunur. Qadının evlilikdə razılığı nə dərəcədə önəmlidir? Qadının evlilikdə razılığı mühümdür. Belə ki, qadının razılığı olmadan baş tutan evlilik batil sayılır. Yəni İslam şəriətinə görə əgər qadın bəyənmədiyi halda, istəmədiyi halda ərə verilərsə, artıq həmin o evlilik şəri evlilik sayılmır və hətta yəni həmin o kişinin qurduğu izdivac zina sayılır. Yəni təsəvvür edin bu dərəcədə. Çünki nikah batildir. Nikah batil olduğu halda da artıq o nikah etibarsız sayılır. Və buna görə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm evlilik məsələsində məhz qadınların icazəsini xüsusi vurğulamışdır. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədislərinin birində buyurur ki, dul qadının evliliyə razılıq verməsidir, yəni sözlü olaraq. Dul olmayan bakirə qadının razılığı isə onun susmasıdır. Yəni onun susması çünki həyasından dolayı razılıq əlamətidir. Yəni əks halda razı deyilsə, təbii ki, o bildirir. Və bu da onu göstərir ki, yəni İslam dinində mütləq şəkildə istər bu qadın, dul qadın olsun, istər dul olmasın, istər yaşı çox olsun, istər yaşı az olsun, mütləq şəkildə qızın razılığı olmalıdır. Yəni ata, qızın vəlisi istər atası olsun, istər əmisi olsun, istər dayısı olsun, istər böyük qardaşı olsun, mütləq şəkildə qadının razılığı əldə edildikdən sonra evlənilməlidir. Və bu məhz İslam kəbininin, şəri kəbinin şərtlərindəndir ki, hər iki tərəfin razılığı olmalıdır. Yəni ən başda həm kişi tərəfin, həm də qadının razılığı olduqdan sonra digər şərtləri yerinə yetirərsə artıq bu keçərli bir nikah hesab olunur. Bu sualı verməyimin səbəblərindən biri də odur ki, zamanımızda və bizdən öncə də bəzi ölkələrdə, xüsusən də müsəlman ölkələrdə sırf adət-ənənə olduğuna görə atanın və yaxud da qardaşın sözü ilə qız icazəsi xaricində, öz rızası xaricində evləndirilib. Və bu adət-ənənələr günümüzə sanki İslammış kimi gəlib çıxıb və sanki bu adət-ənənələr İslamın əmrləridir. Və Allah sizə razı olsun ki, bu məlumatları bizə verdiniz. Hətta izləyicilərimiz də bilsin ki, İslamda belə adət-ənənə yoxdur. Və İslam qadının fikrinə və rızasına önəm verir. Hicabın İslamda məqsədi haqqında olacaq. Hicabın İslamda məqsədi nədir? Bəli, hicab məsələsi, yəni qadının örtünməsi bəlli olduğu kimi İslam şəriətinə görə vacibdir. Hər bir müsəlman qadın hicab geyinməlidir və Allah-u Teala'nın bu buyruğudur. Necə ki, Nur surəsində və həmçinin Əhzab surəsində Allah-u Teala müsəlman qadınlara hicab taxmalarını, hicab geymələrini və bədənin
görünməsi qadağan olunan yerlərini naməhrəmlərə göstərməsini qadağan etmişdir. Və məhz buna görə də dinimizdə qadın mütləq örtünməlidir. Və bəziləri də belə başa düşür ki, qadının örtünməsi onun azadlığının əlindən alınmasıdır və eyni zamanda qadınlara olan zülmdür. Yəni sanki kişilər, yəni o qadının həyat yoldaşı və yaxud da ki, atası qadına zülm edir. Ona hicab taxmağı əmr etməklə və yaxud da ki, qadının özünün hicab taxması onun hüquqlarının əlindən alınmasıdır. Yox, həqiqətdə isə bu belə deyil. Qadınlar İslam cəmiyyətində olduqca dəyərlidirlər. Yəni dəyərli bir şey nədir? Saxlanılır, qorunur, yad gözlərdən, yad əllərdən. Və məhz müsəlman kişilər də öz xanımlarını bu şəkildə qoruyur. Yəni düşünün, əgər sizin evinizdə qızıl varsa, qiymətli bir əşya varsa, siz onu bayıra çıxararsınızmı? Yəni xeyr, onu son dərəcə gizli bir yerdə qoruyub saxlayırsınız. Və beləcə də bizlər üçün də, yəni müsəlman kişilər üçün də qadın olduqca dəyərli olduğuna görə məhz müsəlman kişilər tərəfindən qadın bu şəkildə qorunur. Və heç də hicab qadının azadlığının əlindən alınması deyil. Və düşünün, hətta bu şeyləri qərb qadınları özləri etiraf edirlər. Yəni bəzi qərbdə yaşayan qadınlar, qeyri-müsəlman qadınlar deyirlər ki, biz müsəlman qadınlara baxdığımız zaman həsəd aparırıq. Yəni yaxşı mənada onlara qibtə eləyirlər ki, kaş ki bizim də belə ailəmiz olardı. Bizim də ərlərimiz, həyat yoldaşlarımız bizləri bu şəkildə qoruyardılar. İslam dinində qadın olduqca dəyərlidir və bu da qərbli qadınların, qərb cəmiyyətinin öz dillərindən çıxan bir etirafdır. Bəs hicabın bir müsəlman qadından tələb elədiyi əsas məsələlər nələrdir? Hicab sadəcə başı və saçı bağlamaqla bitirmi, yoxsa hicabın daha böyük mənası və daha çox əhatə elədiyi məsələlər var? Təbii ki, İslam dini tək zahirə önəm vermir. Geyim məsələsi, libas, istər kişilərdə olsun, istər qadınlarda olsun, bu zahiri hökmlərlə bağlıdır. Yəni insanın zahiri ilə bağlıdır. Lakin daxili mənəviyyata gəldikdə isə bu daha da önəmlidir. Yəni bəziləri elə başa düşür ki, yəni İslam dinində tək, yəni hicabla məsələ bitir. Yox, bu belə deyil. Əksinə, yəni hicab geyindisə, taxdısa, qadın daha məsuliyyətli olmalıdır. Davranışlarında, hərəkətlərində, əxlaqında, ədəbində. Nəyə görə? Ən başda İslam dini bunu tələb edir. Və digər məsələ isə biz bunları çox müşahidə edirik. Bəzən belə bir fikir formalaşır ki, mən hicab taxmasam da olar, hansısa bir hicablı qadın ədəbdən kənar hərəkətlər edirsə, elə mənim hicab taxmamağım daha yaxşıdır. Lakin bir nəfərin və yaxud da 2 nəfərin etdiyi xəta bu o demək deyil ki, hicab taxmaq buna irşad edir. Yox, qətiyyən bu belə deyil. Yəni belə bir fikir formalaşır ki, tək bu hicablı qadınlara aid deyil, eyni zamanda namaz qılanlara da aiddir. Hansısa bir namaz qılan, hansısa bir hicablı xanım xəta edir, səhv bir hərəkət edir, İslam ədəbindən kənar bir əməllər eləyirsə, belə başa düşürlər ki, mən namaz qılmasam da olar, mən hicab taxmasam da olar, bax, namaz qılanlar nə edir, bax, hicab taxanlar nə edir. Lakin bu köklü şəkildə yanlış bir fikirdir. Yəni, sən onlara deyil, fərdlərə deyil, İslam dininə bax. Məhz İslam dini bizdən bunu mu tələb edir? Yox. Yəni, İslam dininə baxdığımız zaman düzdür. Yəni, zahirlə bağlı olan hökmləri əmr eləyibdir. Lakin eyni zamanda ədəb, əxlaq məsələləri də, yəni insanın mənəviyyatı, batinlə bağlı olan məsələlərdə İslam dini böyük bir önəm göstərmişdir və hər cür münkər, fuhuş, pis işləri də qadağan etmişdir. Nail müəllim, istərdim aktual mövzulardan biri olan qadın azadlığı haqqında da sual vereyim. İslamda qadının azadlığı hansı səviyyədədir və burada məhdudiyyətlər varmı? Təbii ki, bütün məsələlərdə olduğu kimi bu məsələdə də İslam dini bu şeylər nizamlanmışdır və biz az öncə də qeyd etdik hicab məsələsi və digər bu kimi məsələlər deyildiyi zaman belə başa düşülür ki, qadının azadlığı əlindən alınır. Lakin həqiqətdə isə onlar azadlıq məsələsi ilə qadının qorunmasını səhv salırlar.
İstər bilinçli, şuurlu şəkildə, istərsə də bilinçsiz şəkildə bu cəmiyyətdə belə bir təbliğ formalaşdırılır ki, qərb tərəfindən qadınlar İslam cəmiyyətində sıxışdırılır, onların azadlığı əlindən alınır. Lakin biz əvvəlki sualların cavabında nə qədər misallar çəkdik? Yəni qadınlara verilən dəyər, onların cəmiyyətdəki olan statusu. Yəni heç də belə deyil. Yəni belə başa düşülməsin ki, qadın əgər ev işləri ilə məşğuldursa və ailədə övlad tərbiyəsi ilə məşğuldursa və hesab geyinirsə və digər məsələlər, yəni İslamın, şəriətin bəlirlədiyi məsələlər. Bunları təyin edibsə, qadının azadlığı əlindən alınır. Xeyr, yəni Allah-u Teala bizlərə bu şeyləri əmr edibsə, bu şeyləri müəyyən edib, mükəlləf edibsə, demək ki, Yaradan bunu bizlərin məsləhəti üçün edib. Yəni bu tək qadınlara aid deyil. Eyni zamanda kişilərlə bağlı olan hökmlər də. Yəni İslam dinində olan hökmlərin hamısı insanların mənəfiyyi üçündür. Yəni İslam dinində olan bütün əhkamların hamısı insanların mənafeyi üçündür. Məsləhəti üçündür. Heç bir hökmdə sən ziddiyyət, insanlara zərər tapa bilməzsən. Və eləcə də müsəlman qadınlarla bağlı olan şəri əhkamlarda da bu belədir. Önəmli suallardan biri də İslamda kişi və qadın bərabərliyi anlayışı varmı? İslamda kişi və qadın bərabərliyi yox, İslamda ədalət prinsipi var. Yəni tək bu kişi ilə qadın arasında olan məsələyə aid deyil. Bütün şeylərdə bu belədir. Bərabərlik o zaman olar ki, o şey bərabər olsun. Yəni eyni misildə olsun. Lakin Allah-u Teala insanları kişi və qadın olmaq üzərə fərqli şəkildə xəlq etmişdir. Qadınların gücü ilə kişilərin gücü eynidirmi? Qadınların xarici forması ilə kişilərin forması eynidirmi? Xeyr, tamamilə fərqlidir. Və məhz bu tərəfdən də İslam dini qadın və kişi məsələsində onlara bərabər hüquqluq deyil, onlara ayrı-ayrı hüquqlar bəlli etmişdir. Ədalətlilik prinsipinə əsaslanaraq, yəni qadının ayrı hüquqları vardır, kişinin ayrı hüquqları vardır. Buna primitiv bir misal da çəkim. Fərz edin ki, ailədə 2 uşaq varsa, onların yaşları da fərqlidirsə, birinin 5 yaşı var, ibtidai sinifə hələ yeni başlayır, digəri isə məktəbi bitirib universitetdə oxuyur, 18 yaşı var. Ona biz bərabərlik prinsipinə əsasən eyni məbləğdə cib xərcliyi versək, bu ədalətli mi olar? Təbii ki, xeyr. Yəni, həmin o böyük övladın xərcliyi başqadır. Həmin o uşağın, 5 yaşında olan uşağın xərcliyi fərqlidir. Və belə olan halda da qadınların haqları başqa, kişilərin isə haqları başqadır. O zaman bərabərlik prinsipini gərək bütün məsələlərdə tətbiq edək. Yəni, onların iddiasına əsasən. Baxın, görün, yəni, məgər döyüşdə, müharibədə qadınlar iştirak edirmi? Xeyr. Kimlər iştirak edir? Kişi tərəf. Və eyni zamanda İslam dinində də bu belədir. Cəmaatla namaz qılmaq, məsciddə namazları, fərz namazları əda etmək kişilərə vacib buyurulmuşdur, qadınlara deyil. Eyni zamanda cümə namazı. Baxsaq görək ki, yəni İslam əhkamlarında da kişilərə bağlı olan hökmlər qadınlara fərz edilməmişdir. Və bunların prinsipi də, yəni bərabərlik prinsipi də həqiqətdə, yəni köklü şəkildə batildir. Yəni İslam dinində qadınların öz hüquqları bəlli edilmişdir və kişilərin də öz hüquqları bəlli edilmişdir. Təsəvvür edin ki, qərb cəmiyyətində artıq o dərəcəyə çatıb ki, evdə, ailədə həyat yoldaşlarından kişilərin maaşı ayrı, qadınların maaşı ayrıdır. Yəni təsəvvür edin ki, qərb cəmiyyətində, qərb ailələrində vəziyyət o dərəcəyə çatıb ki, əgər qadın çalışır, işləyirsə, yəni onun müstəqil şəkildə qazancı varsa, yəni onun qazancı kişinin qazancından fərqli olur. Yəni kişi öz xərcliklərini qarşılayır, qadın isə öz xərcliyini. Yəni müsəlman cəmiyyətində, ailəsində olduğu kimi, yəni onların maaşları cəm edilmir. Lakin İslamda isə tam əksinədir. Kişiyə məcbur edilmişdir ki, kişi məhz ailəsini saxlasın, öz qadınını, ehtiyaclarını qarşılasın, öz zövcəsinə, ailəsinə baxsın və hətta övladları varsa övladlarına baxsın və hətta qadının qazancı olsa belə və hətta qadın öz ehtiyaclarını
qarşılamaq gücünə malik olsa belə, məhz yenə də kişinin məsuliyyətindəndir ki, qadının kişi üzərində haqlarındandır ki, kişi yenə də həmin o qadınına baxsın. Və təsəvvür edin, yenə də yəni həmin o cəmiyyət görün nə dərəcədədir ki, hansı səviyyəyə gəlib çatıb ki, onlar hansısa bir yerə getdikləri zaman kişi öz hesabını ödəyir, qadın isə öz hesabını ödəyir. Yəni tamamilə onlarda ailə bağları... Sən qazanırsan, sən öz hesabını ödəyir. Tamamilə doğrudur. Yəni tamamilə onlarda ailə bağları qopmuşdur. Və eyni zamanda ata, qız övladı varsa, müəyyən yaş həddinə çatdıqdan sonra, yəni bu adətən 18 yaşdan götürülür, deyir ki, sən get öz həyatını qur. Ata öz qız övladına deyir ki, sənin məsuliyyətin mənim üzərimdən götürülmüşdür. Artıq sən müstəqilsən, get öz həyatını yaşa. Və təsəvvür edin, o dərəcəyə çatıb ki, ata, yəni bu hətta yəni qərbdə bəzi ailələrdə bu müşahidə edilibdir. Öz qız övladını deyir ki, sən artıq yaşın böyüdü, sən artıq çalışmaq, işləmək qüdrətindəsən. Bu evdə yaşadığına görə kirayə ödəməlisən. Həqiqətən də biz bu misalı dediyimiz zaman dəhşətə gəlirik. Yəni siz eşitmisinizmi hansı İslam cəmiyyətində, İslam ailəsində və hətta Azərbaycan cəmiyyətində ata qız övladına desin ki, bu evdə yaşadığına görə sən kira ödəməlisən. Artıq sənin yaşın böyükdür. Get hansı yolla da olursa olsun, özü də təyin etmirlər. Yəni hansı yolla, istər halal, istər haram yolla olsun, get öz qazancını əldə et və bu evdə qaldığına görə mənə kiraya pul ödə. Əksinə isə, yəni İslam cəmiyyətində, müsəlman cəmiyyətində qadın hansı yaşda olmağından asılı olmayaraq yenə də həmin o qız övladı atasının himayəsindədir. Ta ki evlənib öz ata evindən ər evinə köçənə qədər. Təşəkkür edirəm Nail müəllim. Bu gözəl və dəyərli məlumatları bizimlə paylaşdınız və suallarımızı cavablandırdığınıza görə. Mən təşəkkür edirəm. Allah-u Teala eşidib faydalanlardan etsin və Allahdan istəyirəm ki, bizim cəmiyyətimizi bütün pis fikirlərdən, fitnələrdən qorusun. Əmin. Belə əziz izləyicilər, bugünkü buraxılışımızın sonuna gəldik. Ümid edirəm ki, bugün danışdığımız, müzakirə etdiyimiz mövzulardan faydalandınız. Mövzu ilə əlaqəli sualınız olarsa, şərh bölməsində qeyd etməyi unutmayın. Kanalımızı və bizi izləmədə qalın. Sağ olun, salamat qalın. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.